Azərbaycan-Albaniya münasibətləri beynəlxalq səviyyədə yüksək siyasi qarşılıqlı dəstəklə müşahidə olunur. Hər iki ölkə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə həmrəylik və dəstək nümayiş etdirərək bir-birinin suverenlik və ərazi bütövlüyünə sadiqliyini təsdiqləyirlər. Odur ki, bu münasibətlər fonunda Albaniyada keçirilən Avropa Siyasi Birliyinin sammitinə Azərbaycanın da qatılması təsadüfi hal deyil. Sammitin əhəmiyyətindən danışacağıq. Qonağımız isə Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Akşin Kərimovdur. Salam Akşin müəllim, xoş gördük sizi. Akşin müəllim, ümumiyyətlə keçiriləcək siyasi birliyin 6-cı sammitində bilirik ki, Azərbaycan da iştirak edəcəkdir. Azərbaycanda iştirakı gözlənilir. Öncə istəyərdim ki, bu sammitin əhəmiyyətindən danışaq. Təşəkkür edirəm. Bu sammit yeni yaranan bir platformadır. İlk iclası 2022-ci ilin oktyabr ayında Praqada keçirilmişdi və maraqlıdır ki, bu ilk tədbirdə Azərbaycan geosiyasi portfelini dolu olaraq həmin Praqa sammitindən götürmüşdü və Ermənistan üzərində postmünaqişə dövründə yeni bir siyasi vizyonu nümayiş etdirmişdi. Söhbət Azərbaycan ərazi bütövlüyünün tanınması, həmçinin Fransanın da həmin Praqa sammitində bu məsələyə dəstək verməsi, Almatı bəyannaməsinə istinad. Bu da kifayət qədər yeni yaranan bir platforma üçün, ilk tədbiri üçün böyük bir hadisə idi və Azərbaycan böyük bir pay götürərək Avropa Siyasi Birliyi sammitinin növbəti mərhələlərinə vəsiqə qazanmış oldu. Və Praqa sammitindən sonra Kişinyov sammiti oldu, ardınca ondan sonra İspaniyada keçirildi, Macaristanda, Londonda və indi Tiranada, Albaniya paytaxtı Tiranada Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Hörmətli Simara xanım, məsələyə necə baxmaq lazımdır? Kim hansı vizyonla ora gedir? Kimin strateji portfelində nələr var? Azərbaycan qeyd etdiyim ki, birinci onsuz da görüşdən, birinci sammitdən kifayət qədər əli dolu qayıtmışdı və sonraki mərhələlərdə düzdür, bəzi məsələlər oldu. London görüşündə Paşinyanla cənab prezident İlham Əliyevin görüşü baş tutmadı. Burada bəlli səbəblər var idi. Qrenada görüşünə Azərbaycan prezidenti getmədi. Amma hər halda Azərbaycan öz vizyonunu möhkəmlədərək və əlini bərkidərək növbəti sammitdə öz iştirakını təsdiqləyir. Azərbaycanın iştirakı həm onun Çinlə strateji tərəfdaşlıq münasibətləri, Rusiya ilə müəyyən problemlərə baxmayan inkişaf edən əlaqələri, eləcə də NATO ilə, Amerika Birləşmiş Ştatları ilə, NATO ilə güclənən əlaqələri fonunda Azərbaycan Tiranadakı keçiriləcək sammitdə iştirakı diqqətə layiq bir hadisədir. Və Azərbaycanın vizyonu həm də Avropanın təhlükəsizlik arxitekturasının müəyyənləşməsində mühüm rola malikdir. Bu artıq bir müddətə qədər enerji təhlükəsizliyi ilə əlaqələndirilirdisə, artıq Azərbaycanın iştirak səviyyəsi və təmsilçilik dairəsi sözün, yəni həqiqi mənasında, lap yeri gələndə hərbi sferada belə, yeri gələndə təhlükəsizlik məsələlərini əhatə edə bilər. Çünki Azərbaycanın seçdiyi yol və izlədiyi siyasət bütün tərəflərlə bərabər məsafə əsasında tərəfdaşlıq münasibətlərinə əsaslanır və Azərbaycan hər hansı bir güclə qurulan münasibətləri digər gücə qarşı istifadə etmək niyyətində deyil. Ancaq Azərbaycan bütün qurduğu əlaqələr sistemini yeri gələndə alternativ kimi regionda ambisiya yaradan və ambisiya qurmağa çalışan qüvvələrə qarşı bir kart kimi istifadə etmək hüququnu da özündə saxlayır. Azərbaycan Balkan regionunda kifayət qədər möhkəmlənib və nüfuzu artır və nəzərə alaq ki, Azərbaycanın strateji müttəfiqi Türkiyənin Balkan regionunda kifayət qədər böyük və strateji maraqları mövcuddur və Azərbaycan-Albaniya münasibətlərini nəhəng geosiyasi vizyonda Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, 2. Azərbaycan-Çin strateji tərəfdaşlığı, 3. Azərbaycan-Qərb münasibətləri sistemində biz əhatə edən bir şərh verə bilərik. Yəni, Azərbaycanın Balkan regionuna
yeni dünya düzənində daxil olması onun portfelini oyunçuluq dərəcəsinə görə daha da yüksəklərə qaldıran bir məqamdır. Və bu məqamı da unutmaq lazım deyil ki, Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, Yaxın Şərq regionunun deyil, eyni zamanda bütövlükdə götürəndə qlobal siyasətin axarını və istiqamətini müəyyənləşdirən bir strategiyanı izləyir. Və Avropa Siyasi Birliyi sammitinə də Azərbaycan bu vizyonla gedir və əminəm ki, oradan da yaxşı nəticələr çıxacaq və Azərbaycan beynəlxalq imici bu sammitdən sonra yeni formada təqdim olunacaq, müsbət mənada. Akşin müəllim, biz bilirik ki, Avropa Siyasi Birliyinin 6-cı sammitinə Azərbaycandan əlavə Ermənistan özü də qatılacaqdır. Hətta Baş nazir Nikol Paşinyan artıq belə deyək ki, yola düşübdür. Ümumiyyətlə, soruşmaq istəyərdim ki, Azərbaycan-Ermənistan arasında orada görüşlər gözlənilə bilərmi? Ümumiyyətlə, Avropa Siyasi Birliyi sammiti Azərbaycan-Ermənistan münasibətləri kontekstində liderlərin görüşü üçün bir platforma rolunu oynayıb. Bu təcrübə mövcuddur. Qeyd etdiyim kimi, bəzi görüşlər oldu, bəzilərindən imtina olundu, o səbəbləri barədə danışıb efir vaxtına çox girməyək. Ancaq ümumilikdə mən istisna etmirəm ki, görüş planlaşdırılsın. Və bu görüşün planlaşdırılmasına kimlər maraq göstərə bilər, yəni üçüncü qüvvə olaraq. Təbii ki, Türkiyənin burada marağı var, Türkiyənin vasitəçiliyinin baş tutması Azərbaycan üçün də böyük bir hadisə sayıla bilərdi. Fransa müəyyən yenə həmlələrə can ata bilər ki, Azərbaycan Fransanın yürütdüyü siyasəti qəbul etmir və onun qoyduğu geosiyasi vizyonu özü üçün təhlükə hesab edir. Burada Azərbaycan haqlı məqamları var. Böyük Britaniya maraqlıdır. Londonda baş tutmamışdı. Bəlkə Böyük Britaniyada hər hansı bir vasitəçilik və yaxud da onun ekvivalentində olan bir fəaliyyət növü sərgiləyə bilər. Hələlik bu barədə rəsmi məlumatlar yoxdur. Gündəlikdə də hələlik görüşlə bağlı hər hansı bir məlumata mən rast gəlməmişəm. Ancaq düşünürəm ki, bu səfər zamanı, liderlərin səfəri zamanı proqrama görüşlə bağlı da müəyyən qrafik salınsın. Biz bu tədbirin müxtəlif ölkələrdə keçirilməsini az öncə qeyd etdiniz. Siz özünüz London görüşünü qeyd etdiniz. Moldovada keçirilmişdi və digər ölkələrdə. Amma mən indi Praqa görüşünün üzərində dayanmaq istəyirəm. Ən çox 2022-ci ildə bu sammit Praqada baş tutdu və Azərbaycan Prezidenti İlham Əliyev də bilirsiniz ki, o tədbirə qatıldı. Orada çox maraqlı belə manevrlər olmuşdu. Mən istəyirdim ki, o məsələlərə bir diqqət yetirək. Fransa, Ermənistan birliyi belə deyək. Praqa görüşü verilişin əvvəlində qeyd etdiyim kimi Azərbaycanın əlini kifayət qədər möhkəmləndirdi və cənab Prezident İlham Əliyevin diktə və siyasi qətiyyəti ilə bir bəyanat qəbul olundu. Bəli. Bu bəyanat Fransanın ürəyincə olmasa da, o da bu bəyanatı dəstəklədi. Bəli. Digər dövlətlər də dəstəklədi. Daha sonra müəyyən görüşlər oldu. Hətta bir dəfə Praqa sammitindən sonra Azərbaycan, Fransa, Avropa İttifaqı və Almaniyanın da iştirakı var idi və maraqlıdır ki, bu Almaniyanın iştirakı həmin görüşü Ermənistan maraqları çərçivəsində qurmaq istəyən Fransaya qarşı Azərbaycanın qoyduğu bir kart idi. Bu maraqlı bir məqam idi, maraqlı bir gediş idi. Praqa görüşü Cənubi Qafqazın geosiyasi vəziyyətinə necə təsir etdi? Praqa görüşündə əldə edilmiş razılıqları Ermənistan düzgün icra edə bilmədi. Söhbət Avropa İttifaqı missiyasının bugün Ermənistanda fəaliyyətindən gedir. Həmin Praqa görüşündə qərar alınmışdı. O zaman Avropa İttifaqı missiyası adlandırmırdı. Avropa İttifaqının potensial missiyası, təxminən belə bir adı var. İndi tam olaraq ola bilsin deyəməyəm. Potensial missiyası sonradan Avropa İttifaqı missiyasına çevrildi o. Və Azərbaycan razılıq verməsə, Ermənistan razılıq vermişdi öz sərhədlərində Avropa İttifaqının belə deyək ki, kəşfiyyat qrupunun müşahidə aparmasını. Təbii ki, Azərbaycan bundan sonra da hər hansı bir geri çəkilmə nümayiş etdirmədi. Əksinə,
Avropa İttifaqı missiyasının orada olması və Ermənistanın müəyyən Azərbaycana qarşı gediş olaraq onu kart kimi saxlamaq istəyəcəkləri rəsmi Bakının mövqeyində dəyişiklik yaratmaq və rəsmi Bakı getdikcə öz tələblərini, şərtlərini Ermənistanın ictimai-siyasi həyatı üzərində hiss etdirməyə başladı. Bu zamana qədər Azərbaycan Prezidenti cənab İlham Əliyev, Nikol Paşinyan, yəni söhbət rəsmi qurumlar səviyyəsində gedir. Ermənistanın rəsmi siyasi qurumları və yaxud da təhlükəsizlik orqanları üzərində bir manevr imkanı qurmuşsa, artıq bu gün Azərbaycanın yeritdiyi siyasət Ermənistanın bütün siyasi palitrası üzərində qurulmuş bir iddialılığı ortaya qoyur. İddialılıq əslində bir qələbə qazanmış bir ölkə üçün yaxşı bir geosiyasi gedişdir. Və bu iddialılıq Azərbaycanın gələcəkdə hər hansı bir təhlükələrdən sığortalanması üçün mühüm bir addımdır. Bu iddialılıq olmasa Azərbaycan geosiyasi vizyonda özünə qarşı qurulmuş kombinasiyalarda müəyyən çətinliklərlə üzləşə bilər. Bəli, məhz iddialılıq. Burada hər hansı bir qeyri-adi və yaxud da təəccüblə qarşılaşa biləcək bir ifadə deyil bu. Azərbaycan iddialılığını qurur və bu iddialılıq üzrə siyasət yeridərək əldə olunacaq nəticələrə köklənir. Əldə olunacaq nəticələr növbəti görüşlər üçün danışıqlarda yeni şərtlər formalaşdırır ki, yeni Tirana görüşündə də bu Azərbaycan-Ermənistan nümayəndəsində da danışıqlar başlasa, yeni şərtlər orada da səslənəcək. Və Azərbaycanın ümumiyyətlə Ermənistanın siyasəti, Ermənistanın xarici siyasəti, bütün siyasi atmosferi üzərində nümayiş etdirdiyi performans bir cümləni deməyə bizə əsas verir. Bu cümlə nədən ibarətdir, hörmətli Sinara xanım? Azərbaycan müasir Ermənistanın arxitekturasını, təhlükəsizlik arxitekturasını, siyasi vizyonunu tərtib edir. Və bu Ermənistanın xeyrinədir. Ermənistan əgər bu vizyonla getməsə, təbii ki, regionda geosiyasi ziddiyyətlər dərinləşəcək və geosiyasi ziddiyyətlərin dərinləşməsi fonunda Azərbaycan da gələcəyə manevr imkanları saxlamaq üçün müəyyən həmlələrini intensivləşdirəcək. Ona görə də Ermənistanın birinci istər konstitusiyasını cənab Prezident İlham Əliyev tərəfindən yazılır. Ona görə də cənab Prezident tez-tez Ermənistan konstitusiyası dəyişməsi ilə bağlı fikirlər səsləndirir. İkinci mənada Azərbaycan ümumilikdə yeni Ermənistanı, müasir Ermənistanı, yəni o xülyalardan qopmuş Ermənistanı qurmaq üçün kifayət qədər böyük səylər göstərir. Bir cümləyə də qeyd edim, Azərbaycan Cənubi Qafqazda bir Gürcüstanı böyük güclərin əlinə alaraq Gürcüstanın təhlükəsizliyində mühüm rol oynamağa başladı. Cənubi Qafqazında Ermənistanla bağlı müəyyən proseslər gedir. Azərbaycan artıq Cənubi Qafqazda kənar güclərə qarşı, onların qoyduğu mexanizmlərə qarşı etibarlı və effektiv strateji siyasət izləyir. Bir məsələdə soruşmaq istəyirəm. Deməli, Praqada qəbul olunan bəyanatın birində əslində həmin o bəyanat Ermənistan və Rusiyanın bəzi ekspertləri tərəfindən mütəmadi olaraq tənqid olunurdu. Çünki həmin bəyanatda Qarabağda müvəqqəti yerləşən Rus sülh məramlarının çıxarılması tələbləri var idi. Baxın, bununla bağlı istəyərdim soruşam. Bu məsələ xüsusilə də Ermənistan cəmiyyətində birmənalı qarşılanmadı. Ümumiyyətlə, Rusiya sülh məramlarının Azərbaycana gəlişi həmin dövrdə ictimai-siyasi mühitdə bir qədər fərqli spekulyasiyalara, manipulyasiyalara yol açsa da, dövlətin gedişatı başqa bir niyyət və məqsədə söykənmişdir. Rusiya sülh məramları digər ölkələrdə ola bilsin ki, başqa bir dırnaqarası performans göstərirlər və Azərbaycan bütün bunları nəzərə aldı və Rusiya sülh məramlı qoşunlarının Azərbaycan ərazilərinə gəlişi bir işğalçı statusla baş tutmadı.
sülh yaratmanın bir mexanizmi kimi Rusiya sülh məramlı qüvvələrinin Azərbaycanda iştirakını rəsmi Bakı müəyyənləşdirmiş oldu. Bu çox vacib məsələ idi və sonraki dövrlərdə də müəyyən hadisələr baş verdi. Azərbaycanın Rusiya sülh məramlarının rəhbərləri, komandanlarının qurduğu, yəni erməni yönlü siyasətə etirazları tamamilə başa düşülən idi. Eyni zamanda Ermənistanın sülh məramları müəyyən ümidləri mövcud idi. Sülh məramlı kontingentin ölkədən çıxarılması üçün Azərbaycan kifayət qədər effektiv əməliyyatlar apardı və beləliklə sülh məramların yəni fəaliyyət göstərməsi üçün, funksiyonluğu üçün bir sahə artıq qalmamışdı. Antiterror əməliyyatları isə bunun möhrünü vurdu və onların buradan çıxması, bir dəfəli getməsi üçün sülh məramlarının Azərbaycana bir dəfə getməsinə böyük bir şərait yaratdı. Ancaq ona qədər də hadisələr baş vermişdi və Rusiya sülh məramlarının əməliyyat modeli daralmışdı. Və Ukraynada müharibə aparan Rusiyanın da Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində öz sülh məramlı qüvvələrini burada saxlamaq üçün artıq bir əsası qalmamışdı. Və Azərbaycan o vaxtda proqnozlaşdırılırdı. Müəyyən ekspert dairələrində bəzi ekspert dairələr buna qarşı çıxsa da görünməkdə idi ki, Azərbaycan Rusiya sülh məramlı kontingentini nəzərdə tutulmuş vaxtdan əvvəl çıxalmağa nail olacaq və bunu da Azərbaycan sübut etdi. Rusiya sülh məramları ilə bağlı kifayət qədər manipulyasiyalar olub və Ermənistan cəmiyyətində onlara daha çox bir ümid verici, revanş üçün ümid verici bir mənbə kimi yanaşılır və maraqlı burasındadır ki, hörmətli Simnara xanım, Rusiya sülh məramlarının Azərbaycan ərazilərinə yerləşdirilməsi Qərbin müəyyən dairələrində bəlkə qıcıq yaratmışdı. Amma ümumi vizyonda, ümumi mənzərədə Rusiya sülh məramları Azərbaycandan gedəndən sonra Birləşmiş Ştatlardan verilən bir bəyanat vardı. Bir məyusluq ifadə olunurdu. Çox maraqlı idi. Yəni, başqa cəbhələrdə Rusiya ilə bütün sahələr üzrə rəqabət quran Qərb niyə Rusiya sülh məramlarının Azərbaycanda olmasına razı idi? Yəni söhbət düzdür, müəyyən bəyanatlar verilirdi bunun əksinə. İndi mən sırf informasiya üzərindən getmək istəmirəm, arxa fona nəzər yetirmək istəyirəm. Ancaq mənim yadımdadır ki, Amerika Birləşmiş Ştatları Dövlət Departamentindən verilən bəyanatda məyusluq ifadə olunmuşdu. Çox maraqlıdır. Azərbaycanın məsələyə gələndə niyə Rusiya ilə münasibətlər fərqli kontekstdə nəzərdən keçirilir və nəzərə alaq ki, Azərbaycan heç Rusiya sülh məramlı kontingentinin bu öz ərazilərinə yerləşdirməyə icazə verməklə bunu Qərbə qarşı bir platforma kimi nəzərdən keçirməmişdi. Tamamilə başqa bir məsələ idi bu. Və zaman da göstərdi ki, Azərbaycan çox düzgün siyasət yürüdüb və nəhəng böyük güclərlə hazırda dünyanın dörd bir tərəfində bir-birinə qarşı açıq gizli mübarizə aparan güclərlə balanslı siyasət yürüdərək öz strateji maraqlarını təmin etmiş oldu. Bundan sonra da strateji maraqların biz yeni formada təzahürlərini görəcəyik. Eləcə Avropa Siyasi Birliyi sammitində də bunun müəyyən əlamətləri görünəcək. Elə Avropa Siyasi Birliyi sammitinin, 6-cı sammitində adı da maraqlıdır. Yeni dünyada Avropa təxminən bu istiqamətdə bir ad seçilib və Azərbaycan artıq fikir versə yeni dünya, yeni nizam başlığı altında təqdim olunan bütün tədbirlərdə iştirak edir. Hətta bəzilərinə ev sahibliyi də edir. Bunun özü nədən xəbər verir? Azərbaycan formalaşan yeni dünya nizamında gələcək üçün öz mövqelərini yerbəyer edir və həmin mövqelərin daimi əsaslı təhlükəsizlik prioritetlərinə söykənməsi üçün gedişlərini müəyyənləşdirir. Son olaraq bir məsələndə soruşmaq istəyirəm. Avropa Siyasi Birliyi sammitinə biz bilirik ki, müxtəlif ölkələrdə keçirilir və bura 40-dan çox ölkələr qatılır, o cümlədən elə Azərbaycan. Həmin birlik, Azərbaycan ümumiyyətlə həmin birlik üçün hansı anlamı daşıyır, əhəmiyyəti nədir Azərbaycanın? Azərbaycanla Avropa arasında, düz bu Avropa İttifaqının sammiti deyil. Bəzən müəyyən məsələlər qarşıla bilən bu Avropa Siyasi Birliyi sammitidir və başqa ölkələrdən də coğrafi olaraq Avropaya daxil olmayan ölkələrin də orada iştirakı nəzərdə tutulur. Yəni bu hökumətlərarası bir platformadır. Azərbaycanın bütün
mötəbər tədbirlərdə iştirakı artıq zərurətə çevrilir və Azərbaycanın yürütdüyü siyasətə istinad olunma mədəniyyəti formalaşır. İstər Ukrayna olsun, istər Rusiya olsun, istər İsrail-Türkiyə münasibətlərindəki gərginlikdə Bakının tutduğu mövqeyə görə ona göstərilən etimad məsələsi olsun. Azərbaycanın yerləşməsi, bu beynəlxalq siyasi aləmdə yerləşməsi onun moderatorluq, vasitəçilik qabiliyyətini də yüksəldir. Bu vasitəçilik qabiliyyəti hətta 44 gün Vətən müharibəsindən əvvəl də Azərbaycan vasitəçilik qabiliyyətini nümayiş etdirmişdir. NATO və Rusiya generallarının başda görüşü baş tuturdu. Və görünür ki, bu çox mühüm bir amildir. Çünki səhnə arxasında olan proseslərə böyük təsir göstərir və Azərbaycanın imicini, Azərbaycanın nüfuzunu getdikcə daha da möhkəmləndirir. Ona görə də Avropa kimi təsisatlarda, Qərbdə, Amerika Birləşmiş Ştatlarında ki, Azərbaycan-Amerika Birləşmiş Ştatlarının münasibətləri strateji tərəfdaşlıq səviyyəsində olaraq xarakteriz edirdim, müəyyən problem olmasına baxmayaraq. Amma bütün bunlara baxmayaraq fikir verirsə, Azərbaycan bütün mötəbər tədbirlərə dəvət olunur və Azərbaycan öz maraqlarına uyğun gəlməyən bir siyasətlə üzləşdikdə Cənab Prezident hər hansı bir tədbirə getmədə ya imtina edir, ya da ki, ümumiyyətlə o verilən tezisləri qəbul etməyərək növbəti keçirdiyi hər hansı bir görüşdə ona iradlarını bildirir. Və beynəlxalq siyasətdə böyük güclər əsasən oyun qaydalarını qoyurlar, amma Azərbaycan da görünür oyun qaydalarını qoymaqla və öz vizyonunu qısa müddət ərzində böyük regionlara göstərməklə bütün beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb edə bilir və bu da Ermənistan münasibətlər kontekstində Azərbaycana gələcəkdə böyük dividendlər gətirəcək. Aydındır. Çox sağ olun. Təşəkkür edirəm Akşin müəllim. Qeyd edim ki, biz Azərbaycanın Avropa Siyasi Birliyinin samitində iştirakından danışdıq. Qonağımız Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Akşin Kərimov idi. Bugünlük orta gün öz işini yekunlaşdırdı. Sabah yenidən görüşəcəyik.